Salam, hər vaxtınız xeyir. Deməli, Fiat Doblo'dur. Belə bir udarla gəlib yanımıza. Paneli gedib, bagajı gedib, buferi əzilib. Buradan buferi çıxıb çölə. Bu zazorları, buranın zazorlarına bax. Böyüyüb. Eyni qaydada bu zazorlar da böyüyüb. Burada sizə bir sual vermək istəyirəm. Bu bagaj düzələr yoxsa yox? Bunun cavabı mən tərəfdən videonun sonundadır. İzləsəz görəcəksiniz. Və hazırdır dostlar. Dəyərli izləyicilər, qiymət verərsiniz də inşallah. Əziyyətimizin bəhrəsidir. Kantları zaten hamısı yerindədir. Bu kant da yerindədir. Burada da kant var. İndi detal yoğunluq deyə o qədər görsənmir, əlindən hiss olmurum. İnşallah maşınımız gedir malyera. Yəsinə də Allah xeyir versin. Bu da bagajın örtülməyi. Normal qaydada. Ruskan qırıqlarını çək. Ruskan zazoru. Prosto tam elə bağlamamışıq da. İnşallah rəhdən sonra bağlayacaq. Bu da paneli idi burası. Girmişdi, burada qırışmışdı. Prosto buranın ilkin vəziyyəti göstərə bilmədi. Bağlı idi. İşimizin nəticəsi. Bu da içi. İçində çək. Bəyənək, dəstək olaq, əziyyət çəkənlərə qiymət verək. Var olasınız, sağ olun.